إنما المؤمنون الذين إذا ذكر الله وجلت قلوبهم. Peyğəmbərimiz sallallahu aleyhi və səlləmdən sonra bəşəriyyətin ən xeyirlisi, ən əfsəli, Allah subhanahu wa ta'alanın xəlili, xəlil yəni sevginin ən yüksək nöqtəsidir. Allah subhanahu wa ta'ala bəşəriyyətdən cəmi 2 nəfəri özünə xəlil götürüb. Birincisi Peyğəmbər sallallahu aleyhi və səlləmdir. Allah subhanahu wa ta'ala İbrahim aleyhisselamı özünə xəlil götürdüyü kimi Muhammed sallallahu aleyhi və səlləmi də özünə xəlil götürüb. Bəzi insanlar var deyir ki, İbrahim aleyhisselam Allahın xəlilidir, Muhammed sallallahu aleyhi və səlləm isə Allahın həbibidir. Yox, bu Peyğəmbər sallallahu aleyhi və səlləmin dərəcəsini aşağı salmaqdır. Demək ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Həbibullahdır, bu onun dərəcəsini yuxarıdan aşağı salmaqdır. Çünki xəlillik dərəcəsi həbiblik dərəcəsindən daha yüksəkdir. Yəni, həbiblik odur ki, onun qəlbində, yəni ondan başqa heç bir sevgi yoxdur. Heç bir şey yoxdur ondan başqa. Ona görə də İbrahim əleyhissalam nə vaxt ki, İsmail əleyhissalama qarşı qəlbində sevgi yarandı, onu sevməyə başladı, Allah subhanahu wa ta'ala onu xəlil götürüb, baxı deyib, olmaz. Yalnız burada mənə yer olmalıdır. Və İsmail əleyhissalamla İbrahim əleyhissalamı imtihana çəkdi. Dedi ki, kəs, evladı kəs. O da dedi ki, ey oğlum, yuxuda görəm ki, mən səni kəsirəm. Oğul da deyir ki, ey ata, sənə əmr olunanı et və inşallah mən səbr edənlərdən görəcəksən. Artıq İsmail əleyhissalamı böyrü üstə yıxanda, bıçağı çəkmək istəyəndə artıq Allah Taala'nın imtihanından keçir və Allah Taala görür ki, onun İbrahim əleyhissalamın qəlbində Allahdan başqasına yer yoxdur. Onu qurbanını qəbul edir, İsmail əleyhissalamın əvəzinə bir qoç göndərir, həmin qoç qurbanı kəsilir. Çünki xəlillik sevginin ən yüksək mərtəbəsidir.